Salə müəllimə, Salə müəllimə, rekviem demək nə deməkdir müəllimə? Matəm xarakterli. Aha. Necə olur bu matəm xarakterli musiqi əsərinin xarakteri necə olur? Musiqi necə olur müəllimə? Xarakteri uzun olur da, qəmli olur. Çingiz rekviem əsəri. Bəli, sonra nə deyə bilərsiniz? Daha nə deyə bilərsiniz rekviem haqqında? Orada xor olur, orkestrin ifası olur, sonra həzin olur, düşündürücü də olur. Biraz Mozart, məsələn, Beethoven əsərlərini dinləyəndə adam düşlər ürpəşir. Aha, baxın, rekviyemin əsas hissələri hansılardır? Giriş, aha, giriş duası var, mərhəmət duası, aha, qiyamət günü. Bəli, ən dramatik hissədir qiyamət günü. Bəli. Bu giriş duası insanın canını tapşırır. Bunların hissələrin adı mənası var. Giriş duası, yəni insanın artıq bu bir kilsə musiqisi kimi də deyil, ancaq giriş duası, yəni ki, insanın artıq ruhunun bədəninə çıxması, mərhəmət duası, yəni Allah Taala onun bütün dua səhvlərini bağışlamaq mənasındadır. Qiyamət